İmam Səccadın belə bir sözü var. Dünya aləm məndən üst çevirsə, əlimdə Quran olsa yetər. Quran yəni Allahla ünsiyyətdir, Allahın kəlamıdır. Yəni mən heç vaxt dinləmərəm, süsləşmərəm. Və biz də bunu məsumların həyatında görürük. Ələlxüsus İmam Hüseyn həyatından baxırıq, çünki mövzumuz odur. Biz bunu müşahidə edirik. Bir insan tənha qalanda da belə ümidsizləşmir. O üzündən ümid yağır. Nə qədər insan arxayındır. Və bilir ki, məsələn, bitdi hər şey. İmam Hüseyn deyir, o bitmədi hər şey. Bilirsiniz, İmam Hüseyn addan yıxılanda belə dedi, Bismillah və billah. Əslində, gözlənilən bu idi, deyəydi ki, əlhəmdülillah. İş bitəndə əlhəmdülillah deyirlər, iş başlayanda Bismillah. İmam Hüseyn sanki dünyaya mesaj verdi ki, bunlar elə bildi, bitdi. Mən deyirəm, bitmədi, hər şey başladı. Allah. Hər şey buna ilə başladı. İndi görün nələr olacaq. Siz hələ ərbəyini qabaqda görəcəksiniz. Milyonları qabaqda görəcəksiniz. Siz zuhurda anlayacaqsınız bu Bismillahın mənası nə idi. Bismillah. Başladıq. Hər şey başladı. Və doğrudan da başladı. İnsanlar özlərinə qayıtmağa başladı. Anlamağa başladı. Və hətta Yezidin özü başını itirmişdi. Kimisə axtarırdı ki, günahı onun üstünə yıxsın. Dedi, mən deməmişdim bu İbn Ziyadı öldürsün onu. Niyə öldürdü onu? Təsəvvür edirsiniz ki, İmam Hüseyin necə bir dənə tufan qopartdı Kərbəlada, necə inqilab yaratdı və bu İmam Hüseynin əzəmətidir, bu İmam Hüseynin ruhu halıdır. Allah bizi o şəxsiyyətdən ayırsanız.